Salam, değerli abituriyentlər. Qarşımızda artıq blok imtahanı gəlir. Blok imtahanıdır. Təbii ki, biz buraxılış imtahanını görüb ona görə davranmalıyıq, ona görə hərəkət etməliyik. Biz gördük ki, buraxılış imtahanında heç də suallar asan deyil. Ən əsas da suallar vaxt aparan suallardır, cədvəlli suallardır, klasterlərdir, qrafiklərdir və inteqrasiya olunmuş suallardır. Bir sualın içində demək olar ki, bütün əsas nitq hissələri soruşulur. Buna görə biz blok imtahanına daha ciddi hazırlaşmalıyıq. Blok imtahanı üçün ən gözəl vəsaitlərdən biri Azərbaycan dilindən 44 sınağımızdır ki, burada 28 yazan, blokda da 28-29 yazacaq. 26 yazan, orada da onu yazacaq. Suallar da hamısı 2022-ci ildən bu yana Dövlət İmtahan Mərkəziniz blok imtahanına saldığı suallar əsasında formalaşıbdır. Suallar ciddi işlənib, rahat suallar da var. Daha çox çətin və orta suallardır. Bunu almağınızı tövsiyə edirik. İnşallah imtahanda uğur qazanandan sonra öz rəylərinizi verəcəksiniz.